İslam həmrəylik oyunlarında əməli başlı biabırçılıqdır. Azərbaycan 5 qızıl medalla 7-ci yerdədir və yuxarı baxanda Özbəkistanda 15 qızıl, Qazaxstanda 9, bizdən qabaq Nigeriya gedir 6 qızıl medalla. Nə bilim sözüm yoxdur. Dünənləri heç olmasa sevindi ki, bizim məşhur legionerimiz İrina Zaretska karatedə qızıl medal qazandı. Uzun illərdir bizdən çıxış edir və əsas uğurları bizdən olur. Amma biz öz idmançılarımız bu düzgün deyil. 5 qızıldan təsəvvür edirsiniz 2 qızılı legionerlər alıb. Düzdür, indi bir neçə gündən sonra döşəyə bizim güləşçilər çıxış edəcək və ümid edək ki, vəziyyət biraz düzələcək. Amma yenə də əsas rəqib saydığımız ölkələrə baxanda bizim bəyəm özbəklərdən nəyimiz əski idi ki, onların 15 qızılını öz idmançıları əldə edə bilir. Amma bizim idmançılar, nəsə sözüm yoxdur. Ümid edək ki, yarışın axırına Azərbaycan heç olmasa 5-liyə düşəcək və bu özü böyük bir uğur olacaq.